nəydən? Birincisi salam. Sonra başlayaq nəyə? Xcode drop. Xcode drop yox, teardrop. Deyəm. Fatih baxsan ekrana. Hə, Fatih. Yeri rahatdır. Ha, bax verdi. Hə. Uşaqlar. Bugün keçəcək nəyi? Tığlı drop. Butonu. Bugün keçəcək uşaqlar butonu. Nədir VPN? Nə üçün istifadə olunur? IP adresinizi başka yerde göstermek için. Hə. Niyə istifadə edirik onu biz? Çünkü bir ülkede mesela bir şey yasaklanırsa Aha. diğer ülkede IP'mizi gösterip ona girebiliriz. Bəli, bəli. Bunda Virtual Private Network. Necə olur? Virtual Private Network. Hə, virtual private network. Hə, düz. Deməli, uşaqlar, VPN gəldi nəyə? Onu biraz yazı necə böləcəklər? Hə, burada. VPN açılışı Əkbərlə qeyd edəcəyim uşaqlar, virtual private network. Yəni nə deməkdir? Virtual gizli şəbəkə. Virtual gizli şəbəkə. Sanal yani. Bəli? Sanal yani. Hə, sanal. Yalnız internet üzərində olan bir şəbəkədir. VPN yenə də Əkbərin qeyd etdiyi kimi nə üçün istifadə olunur? Birincisi, o müxtəlif məqsədlərlə istifadə edə bilərsiniz. Bax, tutaq ki, bir dənə sayt var, tutaq ki, ölkənizə bağlıdır, ölkə üzərindən girə bilmirsiniz. Həmin saytı giriş etmək üçün VPN istifadə edə bilərsiniz. Sonra nə üçün istifadə edirsiniz VPN-i? Öz yerinizi gizlətmək üçün istifadə edirsiniz VPN-i. Format şeylərdə VPN istifadə edirsiniz. VPN işləyən prinsipi necədir? Bax, bizim bir Wi-Fi-miz var evdə. Burada olsun. Burada olsun Azərbaycan. Yaşasın ırk. Burada bizim Wi-Fi-mizdir. Bir dənə də Azərbaycanın öz şəbəkəsi var. Düzdür? Hər bir ölkənin özünə məxsus bir şəbəkəsi var. Çıxış üçün. Tutaq ki, bu şəbəkədə də belə. Aşağıda biraz. Möhtəşəm. Qoğala. Sırtdan dağındakı qoğala. Deməli. Müəllim 20 yanvardakı binalara oxşadı üstü. Deməli uşaqlar, bax VPN necə işləyir? Mən tutaq ki, bir sayta girəcəm. Tutaq ki, ataq olsun Discord. Discord.com olsun. Discord hal-hazırda Türkiyənin bağlıdır, bilirsiniz. Bizdən çoxdur mən bilən. Niyə bağlıdır? O vaxt Türkiyədə bir dənə hadise olmuş Discordda. Nəyə? Yox. Terörle mücadele. Nəsə uşaq istismarı ilə bağlı bir şey olmuşdu orada. Ona görə. Yox, Roblox deyil. Discordda olmuşdu. Discord üzərindən tanış olub, nəsə eləmişdi. Roblox bağlandı. Jet'in şeyi də çıxardı. Roblox Studio da çıxdı Jet'dən. Necə, hardan şey? Roblox Studio normalda Jet'in keçirdi, Jet'dən keçirmir. Yox idi. Var idi. Var idi, sonra çıxardıldı. Hə. Niyə çıxardıldı? Nəyə görə çıxardıldı, ay Allah? O da elə o hər şeyə görə idi. Türkiyədə bağlandı. Deyirsən ona görə, çünki şey var idi. Bizim çünki bizim bir dənə qrupda 4-5 dənə Türkiyə tələbə var idi. Hesablar Türkiyə hesabları idi da. Heç o hesabı girə bilmirdilər. Nəyi? Rocket League. Nə altda belə? This is the end. Bir dənə Windows'dan dığını bas. Bax. Hə. İndi baxarıq fasilədə, yaxşı? Yoxsa? Baxarıq. Bax, mən tutaq ki, Azərbaycan üzərindən Biri var öz IP-imizdən, biri var öz IP-imizdən VPN-ə, VPN-dən Discord-a. Ağılı zanlı. Tutaq ki, Azərbaycan üzərindən, öz Wi-Fi-ından nə edirəm? Discord-un serverlərini çıxış əldə edəcəm. Yəni Discord-a girmək istəyirəm bir növ.
Biz sayta girəndə hansı proses baş verir? Sayta girəndə. Birinci gəlir bizim Wi-Fi-imizdən. Azərbaycan şəbəkəsinə soruşur ki, mən bu sayta getmək istəyirəm. Buna getmək istəyirəm. Kimdə olansan? Mən səsim niyə yankılayır? 1. Seyiddən. Hə, mən tutaq ki, bura getmək istəyirəm. Buradan bir Əməli. sorğu gəlir ki. Hə. Hə, Seyid. Mənlə deyiz, mən eşitmədim. Axırıncı sözün nə idi? Buradan gəlir Discordda, sonra axırıncı sözünüzdə hər şey idi. Yaxşı. Bax, mən burada Discordda bir çıxış əldə etmək istəyirəm. Yəni Discord saytına girmək istəyirəm. Burada nə baş verir? Mənim serverimdən, mənim Wi-Fi-imdən Azərbaycan serverinə bir sorğu gedir ki, filan IP-li kompüter, filan şəbəkə üzərindən çıxış əldə etmək istəyir Discordda. Məsələn, Discordun indi Azərbaycana özəl bir şey yoxdur da, bağlanma forması yoxdur. Yəni bağlanmayıb da, açıqdır. Ona görə icazə verilir. İcazə verildiyi üçün də server üzərindən gəlir discord.com-un serverlərinə artıq qoşula bilərik. Proses belə gedir. Aydındır? Hər hansısa bir sayta qoşulduğumuz zaman. İndi tutaq ki, biz Azərbaycan üzərindən yox, biz Türkiyə üzərindən qoşulan bir şəxsik. Türkiyədən Discordun serverlərinə bir qadağa var. Düzdürmü? Qadağanı necə qoyurlar? Türkiyə ümumi öz serverinə qoyur qadağanı. Niyə öz serverinə qoyur? Çünki axı Türkiyə üzərindən kim işlədirsə, Türkiyə serverindən çıxmalıdır çölə. Düzdürmü? Ona görə burada nə baş verir? Türkiyə Wi-Fi-ilə, Türkiyə ərazisindən Discorda girmək istəyəndə gəlir bura, sorğu gedir ki, bu adam Discorda girmək istəyir. Türkiyədə baxır siyahısına, serverin. Server özü baxır siyahıya. Görür ki, əgər bu qadağan olunmuş saytlar serverlər siyahısındadırsa, artıq buna icazə vermir. Artıq bu getdi. Aydındır? Və Discord artıq açılmır həmin vəziyyətdə. Qalır loading vəziyyətində qalır, yəni nəsə olur, hə? Necə açmaq olur müəllim? Mənim necə açmaq olur? Necə? Azərbaycanda qadağan olan sayt Var, var. Çoxdur. Hansı bir dənəsini yoxlamaq istəyirəm. Dəqiq deyəcəm. Şey var idi, deyəcəm. Yazısı uygun değil. Əvvəl ümumiyyətlə ChatGPT Azərbaycanda işləmirdi. Lap birinci çıxanda. Girirdin, giriş eləmək istəyən gəlir ki, sənin regionda mövcud deyil. Serverləri bağlı idi. Umruş. Nədir? Qumruş da. Hə, qumru işləyir, hə. Hə. Mən burada Türkiyə serverlərini çıxış əldə edirəm Discord girmək üçün. Mənə qadağa qoyur. Çünki icazə yoxdur. VPN burada bizim köməyimizə çatır. VPN necə köməyə çatır? Full dayda kimi. İndi tutaq ki, mənim IP adresini tutaq ki, 7 6 56 43. Formada bir IP adresim var. Çox əndirəvadi bir IP adresim var. IP adres bizim nəyimizi bildirir uşaqlar? Nəyi? Yerimizi. Olduğumuz lokasiyanın yerini bildirəm də IP adresi. Deməli, VPN burada nə iş görür? Biz VPN tutaq ki, açdıq. VPNlər müxtəlifdir. Bax, NordVPN var. Sonra nə var? Fast var, hə. Sonra desən, host var idi, nəsə var idi. Hotshield idi, nə bileyim. Elə bir şey var idi. Hotshield VPN var. Olmalı səhvənsə. Hə, deyil bu. Hotspot Shield. Hotspot Shield adında bir dənə VPN var. O da var. Aha. İndi gəldik o məsələyə. Uşaqlar, VPN işlədən zaman diqqətli olmaq lazımdır. Niyə? Çünki bəzi VPNlər məlumatları alır, özündə toplayır və satır xarici saytlara bu məlumatları. Sən hara girmisən, haradan keçibsən sorğuların və hara doğru gedir. Bunlar hamısını satır və özü pul qazanır oradan. Ona görə VPN işləyən zaman diqqətli olmaq lazımdır ki, hansı VPN-lərdən istifadə edirsiniz. Əslində bu məsələ sözün açığı bir çox şirkət edir. Mənim VPN də pulludur da. Nədir? VPN də pulludur da, pullu. Pullu VPN də var, pulsuz da Hamısı var. değil. Pulsuzu da var. Hə, var.
Nədir? Kasıblar. Nord, Yetim nədən var. Nord'un desə pulsuz versiyası var. Versiyası var. 30 gün. Hə, desən elə. Google Play yazanda VPN hansı gəldi? Google Pay yazanda gəlir onsuz da VPN. Çox deyir, pulsuz VPN zat çoxdur. İşləyirsə. Çox adam istifadə edir. Bax, VPN işləyən zaman nə baş verir? VPN-i yüklədiniz kompüterə. VPN kompüterə yükləyəndən sonra gəl bir dənə işləyə də birini. Məsələn, mən kompüterə yükləməyəcəm. Biz burada browser daxilində VPN şey edə bilirik. VPN deyirəm. Browser daxilində biz proqram yükləyə bilirik. Bilməm bilirsiniz bunu yoxsa yox. Extension olaraq. Müxtəlif şeylər var. Bax, məsələn, bir dənəsi var. Nədir? CSGO Flood. Ha, məsələn, o da var. Bax, məsələn, nəyi göstərim? Tutaq ki, girmişəm sayta. Düzdür? Mənim belə bir dənə proqram var, extension var. Mobile Simulator adında bir şeydir. Gəldiniz burada aktiv elədiniz. Belə bir şey olur. Bax. Buradan gəlirsiniz sağdan istədiyiniz cihaz seçə bilirsiniz. Əslində bu proqram pullu yer də var, pulsuz da var. Məsələn, bax, bunlar pulludur, prolar. Görəm niyə? Nə bilim o. Amma məsələn, iPhone 5-ə görə sayt necə görünür? iPhone 5-də məsələn sayt belədir. Sonra nə var burada? MacBook Air. MacBookda məsələn belədir. Sonra nə var? Apple Watch-da var. Hətta. Saatda görə necədir? Saatda əlbəttə pis olacaq. Çünki saata uyğun yığılmayıb sayt. Saata uyğun yığılan çoxla saytlar tək düşdüyür. Məşhur saytlarda. Məsələn, saata uyğun yığılan Amazon'un bağlılığını. hə. Bax, extensionlar müxtəlifdir uşaqlar. Sonra görə nə extension var məsələn burada? Məsələn, hava məsələn extensionu, oyun var extension. Qəribə şeylər var. Biləmədim, məsələn, bu Hə. hava proqramından falan baxanda, məsələn, özünüzün IP-sini gizləmişsən, bir də biləyini. O VPN asılıdır. VPN asılıdır, hə. Əgər keyfiyyətsiz VPN-dirsə, bilinəcək. Bax, siz burada şey deyə bilirsiniz. Google-un temasını dəyişə bilirsiniz. belə. Yox, oyda özünü gizlət, bir də hava durma. Hə, bir də hava durma. Allah. Belə temasını dəyişə bilirsiniz. Müxtəlif temalar var, maraqlıdır. Mən məsələn nə işlədirdim burada? Nə idi ay Allah? Motion idi. Aslı nə idi? Motion idi. Motion deyildi ay Allah. Nə idi? Yəni deyəcəm. Nəsə yadımdan çıxdı. Məsələn, onu işlədirdim şeyi. Bu Google-un temasını dəyişmək üçün. Müxtəlif tema, məsələn, Nebula var. Nebula. Elə biz burada VPN lazımdır. Bizə VPN yükləyəcək. Gəl bura bir dənə VPN yazırıq. Chrome için bax birinci gəldi. Chrome için ücretsiz VPN. Məndə var imiş. Bax, Free VPN for Chrome. Deməli, nə edirik işlətmək üçün bunu? Gəlirəm buradan. İlk öncə nə edirəm? Gəlirəm, deyirəm ki, bir də IP adresimizə baxaq. IP. What's my IP? IP adresiniz budur. Lokasiyamıza bax. Burada göstər. Olur mu? Düz Wi-Fi-də. Virus qışqırır orada. Deməli, VPN-i yandırdım. Tamam. Get. Bax, VPN-i açdım. VPN-də uşaqlar biz ölkələri seçə bilirik ki, hansı ölkə olsun. Afrika seçilir. Yox, burada limitli də ölkələr. Məsələn, bax, bunlar pulludur. Haydi. Azərbaycan niyə pulludur? Mənim var. Almanya. Almanya var, o da pullu olacaq. Haydi. Yani doğru. Məndə lazımdır. Zəhri məndə də yığılım burada. Türkiyə məsələn pulludur, Vietnam da bu da pulludur. Abi Vietnam ulduzlarını çəkir. Gece ya. Hə? Deyə burada var da, pulsuzlar var. Məsələn, Amerika var, pulsuzlar. Rusiya var. Fransa var. Biz məsələn seçək buradan Rusiyanı. Anlatsın oradan. Buradan çıxdım yoxsa başqa ölkə seçim yoxsa Ay, ay. Rusiya? Çıxmıyorum Rusiyadan. Müəllim, Hə. Türkiyə olsaydı. müəllim. Hə. Yüksək icazənizlə mən çıxa bilərəm. Nədir? Rusya. Ha. Rusiyadan yoxsa Yüksək Qazaxıstan? icazəli.
Nə? Hardan buradan çıxırsan dərsdən? Bəli, bəli. Çıx. Gedə bilərsən. Hə, sağ ol müəllim. Allah razı olsun. Allah nə muradınız var. Sağ ol. Allah sizi canınızı verməsin. Biraz da qaba. Seyid. Bəli. Ay, eləyə bilmirəm. Heç nə çıx. Heç dərsdən atacaqdım özüm alınmadı. Heç yok. Ne var? Yetki kimdə var? Heç Filmdə də yoxdur. yok. Gördüm ben. Ne var? Yetki. İnsafı müəllimiymiş. Yetki var. Var da, deyil. Ha. Sunucu filmdə. Sonucu sahibidir. Yani. Əl öfsət bu kimdir? Evet. Ben hem sen de sadece gibi. Ben adı sadece. Nədir? Al. Ha, elə. Hə, indi gəlib buradan VPN-i açdıq. Bax, VPN-i burada yandırmaq üçün bir düyməmiz var. Vurdum. Gözlüyü connecting olmaq. Estağfurullah. Gece yapacağım. Connection failed. İndi Rusiyadan çıxmalıyıq. Gedək başqa ölkə seçək. Rusiyadan çıxdı. Məsələn, Fransaya. Bax, qoşuldu. Connected. Gəl, yeniləyək indi bu saytı. What's my IP adresi? Bu bizim IP adresimizi göstərir. Nə oldu? IP adresi. Getdi. Parisdəyik bu dəqiqə. Bakın görün tam olarak ben. Parisdəyik. Öpüldüm ve tam olarak. Bundan yaxına getmir. Yox, get. Bundan yaxına getmir. Bax, Benim aslında bir oldu. sən zərtqəyə tax kompüteri. Zərtqə seç və oyun oynamayın. Nədir? Ha. Böyle bu bildiği bir ipiniz. Nədir? Ya. Han- Ipiniz var. Harada yazılıb? Looks like you are using the player. Çünki browser daxildir ona görə. Dağıtdın. Su tökün. Başlayaq. Bizim IP adresimiz hal-hazırda dəyişdi. IP adresimiz dəyişdi. Məsələn, nəyi göstərim? Burada google.com yazsam, mən bilən Fransaya uyğun bir google.com gəlməlidir. Bax, Fransaya uyğun gəldi. Bir şey verin. Nə bilim, nə bayramı? Fetez de Findanne. Mən Fransa bayrağını açmadan qorxuram biraz. Həm bayramlara özünüz baxar istədim. Mən də açmaq istəmirəm. Ben olsaydım bütün bayramı tutmuştum. Bax məsələn, qoşulduğumuz yerə uyğun bizə Google açdı burada. Qoşulduğumuz yerə uyğun. Sonra məsələn, nəyə baxa bilərik? Məsələn, giriş eləmədiklərindən. TikTok. Görək Fransaya uyğun mu gələcək? Rekord saxlayım, qorxuram. Gördüyünüz kimi uşaqlar, Çok merdanlı. çox mədəni formada Fransanın bir mədəniyyəti var. Ona görə TikTok videoları da ona uyğun olaraq çıxdı. TikToklar. Bu nedir? Uşaqlar, bizim olduğumuz lokasiyaya uyğun olaraq girdiyimiz saytlar, həmin saytlar bizim lokasiyamıza anlaşmalıdır. Dünya Savaşı 2 seneden hisler öğrendi alım günü var. Nəyin? Mesela. Alım günü. Almanyada? Yox. Onlar da onu mən bilən şeydir. Almanyada qadağadır o. Şərif Hı? Neyini yaxşı? Yaxşı öğrendi. Ya neyniyib? Deyən, Fazil. Fazil neyniyib? Harası şərəflidir? Bu ancaq browserdə işləyən VPN-dir. Adı Fili VPN-dir. Uşaqlar, bax gördüyünüz yerimiz dəyişdi. VPN necə işləyir? Yeni tutaq kimi Azərbaycanda elə VPN kodlamamışam. VPN kodladım. Buradan nə baş verir? Buradan gedir. Buradan gedir. Tutaq ki Fransanı seçmişəm də, Rusiyanı seçici olmalı, Rusiyanı çıxmalı olduq. Buradan bir sorğu gedir hara? Gedir birinci bizim yenə öz serverimizə. Gedir bura.
buradan gəlir VPN-lə bağlı olduğumuz lokasiyaya. Artıq bunun üzərindən gəlir Fransanın serverinə. Sonra Fransanın serverindən çıxış əldə edir Discord-da. Mən nə çəkdim o? Hə. Və ona görə VPN işlətməyin mənfi cəhəti nədir? Birincisi, Wi-Fi-nin sürəti dəhşət zəifləyir. Çünki görün arada nə qədər proses var. Ona görə Wi-Fi-nin sürəti zəifləyir. Sonra Konsolun sesi. hardan? Telefondan. Hə. Ona görə VPN qoşan zaman inşallah bizim internetimiz zəifdir. Çünki arada məsafə dəhşət çoxdur. Sonra VPN-in mənfi cəhəti nədir? VPN hara fırlatsaz təhlükəlidir. Çox təhlükəli bir şeydir əslində. Niyə təhlükəlidir? Bax, tutaq ki, Vüqar oturub Fransada. Sizdəki dayı şansdan istəyirəm də. Vüqar oturub Fransada. Vüqarın bir dənə IP adresi var. VPN-lə qoşuldunuz, təsadüfən getdiniz, düşdünüz Vüqarın IP adresinə. Vüqar da qara-qura işlərlə məşğul, saytlara hücum edir. Burada nə olacaq? Biz gedəcəyik. Biz getsək 50 ayaqlı. Oradan görəcəklər ki, güya biz VPN-lə qoşulmuşuq Azərbaycan üzərindən Fransaya. Gəl bizi tutacaqlar ki, sən eləmsən də bunu. Düzdürmü? Ya da əksinə bir şey olsa. Tutaq ki, sən oturmuşsan prosta evində. Heç counterın xəbərin olmayan adamsan. Prosta girirsən Word-də yazıb çıxırsan da. Vüqar deyər qoşur sənin bir IP adresi var. Sənin IP adresinin üzərindən hücum edir. Orada günahkar sən olursan. Vüqar yox. Aydınmı? Ya hara fırlatsaz Vüqar tutanmaz ora. Həqiqətən nədir? Hara fırlatsaz Vüqar tutanmaz. Söhbət var. Məsələn, olmuşdu bir dəfə. Dostların nərmanı da qalır. Bina evinə qalırdı. Nə? Olsun. Dostların bina evinə qalırdı. Bunların da üst mərtəbələrində səndimə var imiş. Hacker deməyək, bunlar nə ilə məşğuldur? Mininglə məşğuldur. Mining nədir bilirsiniz? Başkalarının counter'ı istifadə edilməkdir. Hə, kripto mining. Ay sağ ol. Hə, counter kripto mining olaraq işlədir. Bəli. Birdən bir evə girə bilir. Hə, girə bilirlər. Hə, demək nə baş verir? Bunlar o kripto mining haqqı qanunsuzdur. Vergisini vermirsənsə. Əgər dövlət sənədiyyəsini tanımırsansa qanunsuz. Sən gəlib bunu tuta bilər. Bunların IP adresi düşüb bizim serverə. Düşüb. Nə baş verir? Bunlar bilməyiblər ki, bu yuxarı mərtəbə işlərdir. Həmin şeylə, mininglə məşğul olan qardaşlar. Bunlar niyə Azərbaycan serverinə qoşuyor? Götürürlər mənə dostlarım aparırlar. Bilirsən necə? Elə bil ki, burada onlar qalır, bu üst mərtəbədə. Tutaq ki, belə deyək də, bina evidir. Bu 3-cü mərtəbədə, bura 2-ci mərtəbədə. Mənim dostlarım tutaq ki, burada qalır. Yəni, bunların evi bura düşür. Həmin qardaşların evi də düz bunların evinin üstüdür. Ona görə də bunlar nəsə eləyəndə bunları götürüb aparırlar. Axı, IP adresindən sırf onu tuta bilməsən, neçənci mərtəbədə qalır. Nə bilir. Üstündən nə qədər keçib? Üstündən 5-6 saat keçib, sonra tutublar bunlar üstlərini. Hə, binayqan işlədir. Bəs indi günah olmayan buraxmırlar. Nədir? Günah olmayan buraxmırlar indi. Yox, onları buraxırlar. Zıtlarınızın düz kanalında. Hə, uşaqlar. Bax, məsələn, aydındır bura qədər VPN nə üçün, necə işlədilir? Hə? Hansı təhlükələri var? Ümumiyyətlə, bu VPN işlədən adamlar professional formadadır. Məsələn, hücum eləyənlər, sonra qorunanlar. Bunlar heç bir xarici VPN istifadə eləmirlər. Hamı öz VPN düzəldir. Olur da. Düzəltmək olur. Olur da. Server lazımdır. Server lazımdır, hə, sən. Sən bir dənə server lazımdır cəmsi. Öz VPN-i düzəldə bilərsən. O server nə iş görür? Sənin yerimə özü sənə routing göndərir başqa yerlərə. Özü o VPN-lər də sizin düzəltdiyiniz VPN-lər də. Sırf bir dənə yerə bağlı qalmır. Saniyədə yer dəyişir. Saniyədə yerimiz başqa cür olur. Yəni server deyək burada dibimdədir. Aha. Amma yer olaraq başqa yerdə göndərir. Hə, şəbəkə olaraq şəbəkə üzərini özün başqa yerdə istəyir. Tapa bilirlər. Saniyədə dəyişirsənsə, sən mütləq tapacaqlar, yəni bilsən necə? Sən biraz vaxt uzacaqsan. Vaxt uzanacaq. Somaliya. Bu qanda nizələr yana qaçarsan, nizə tutma. Yəni uzağı elə. Yəni axır əvvəl uşaqların qaçışı yoxdur. Axır əvvəl tutacaq. Mən çıxa bilərəm. Salih sənsən?
Ha, çıxa bilərsən. Sağ olun. Sağ ol, sağ ol. Çünki Asıldı ama kompüter. Kompüterin ekran kartı nədir? Kompüterin içinde. Ekran kartı nədir? Bilmirsən? Yazma sürüyor. RTX zad deyil. Asus'dur. GPU deyirsiniz. Hə, o oyun kompüteri deyil, o götürməyəcək onu. İnanmıram götürsün. Ama nasıl asıldı? Nə gəl baxalım. Belə uşaqlar, bura qədər VPN. İndi fasilə çıxar.